Salam müəllimlər, bugünkü dərsimiz olur metakognitiv bacarıqların formalaşdırılması. Metakognitiv bacarıqların formalaşması dedikdə biz nəyi başa düşürük? Demək, metakognitiv bacarıq bir idraki bacarıqdır, yəni insanın özünün idrak prosesindən agah olmasıdır, başa düşməsi, dərk etməsidir. Demək, metakognitiv bacarıqların 3 növü var. Hansı növlərdir? Onlara baxaq. Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə. Dedik ki, metakognitiv bacarığın 3 növü var. Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə. Özünü monitorinq nədir? Özünü monitorinq İnsan özünü müşahidə edir, izləyir, hərəkətlərini, davranışlarını izləyir, kənar bir şəxs kimi özünü müşahidə edir. Özünü monitorinq budur. Sadəcə özünü müşahidə edir, özünü izləyir. Və özünü monitorinqin 3 əsas komponenti var. Müşahidə, agah olmaq və rəy. Deməli, müşahidə nədir? Nə etdiyinə, necə etdiyinə, bütün davranışlarına, hərəkətlərinə kənar bir şəxs kimi baxır, özünü müşahidə edir. Öz fəaliyyətini izləyir, öz davranışını izləyir. Özü haqqında məlumatlar toplayır. Özünü müşahidə etdi, özünü izlədi. Nəyi necə etdiyindən, etdiyi haqda məlumat topladı. Deməli, bu olur müşahidə. Agah olma nədir? Artıq şagird özünü müşahidə etdikdən sonra özü haqda nəyi bilir, nəyi bilmir, harda güclüdür, harda zəifdir, özü haqda məlumatlı olur, özü haqda agah olur. Nəyi yaxşı, nəyi pis bildiyini artıq şagird bilir. Yəni, özü haqda agah olur, özündən agah olur, özündən xəbərdar olur. Rəy, şagird özünü monitorinq etdikdə müxtəlif vasitələrdən də istifadə edir. Məsələn, başqasından rəy alır. Bu, o şagird sinif yoldaşı da ola bilər, müəllim də ola bilər. Yəni, özü ilə bağlı başqasından məlumat alır, başqasından rəy alır. Bu rəy əsasında da şagird özünü daha yaxşı monitorinq edə bilir. Dedik ki, metakognitiv biliyin 3 əsas növü var. Özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə. Özünü monitorinq özü 3 əsas komponentə ayrılır. Müşahidə, agah olmaq, rəy. Hər biri haqda da məlumat verdik. Özünü tənzimləmə nədir? Artıq şagird özünü müşahidə edib, nəyi necə etdiyini müşahidə edib, özündən agah olub, başqasından özü haqda rəy alıb, məlumat toplayıb, indi özünü nizamlamalıdır. Harda yanlışı var, harda zəif yeri var, özünü nizamlamalıdır. Yəni, özünü tənzimləmə prosesi gəlir. Özünü tənzimləmə prosesi deməli, hansılardır? Əsas komponentləri hansılardır? Birinci olaraq məqsədin müəyyən edilməsi. Özünü nizamlamada, özünü tənzimləmədə birinci komponent məqsədin müəyyən edilməsi. Yəni, şagird öz məqsədini müəyyən edir. Mən ali təhsil almalıyam, yəni universitetə hazırlaşmalıyam. Məqsədin müəyyən etdi, bu olur onun məqsədi. Və ikinci olaraq planlaşdırma gəlir. Yəni, bu məqsədinə çatmaq üçün müəyyən strategiyalardan istifadə edir. Özü üçün planlaşma aparır, planlaşdırma aparır. Özünü nizamlamaq üçün özünə vaxt ayırır. Və burada əzmli olmağa çalışır. Yəni, şagird bu plan əsasında müəyyən özü üçün vaxt ayırıb, özünə plan qurub, şagird öz inkişafını izləyir
Tutaq ki, şagird hər hansı bir fəndən hazırlaşır, məqsədinə çatmaq üçün hazırlaşır və şagird sınaqlara gedir. Ola bilsin ki, sınaqdan yüksək bal toplasın. Bu şagirdin emosiyasını daha da artıracaq, daha da səylə çalışacaq. Ola bilsin ki, şagird zəif bal yığsın. Burada şagird ruhdan düşə bilər. Yəni, nə etməlidir? Emosiyalarını idarə etməyi bacarmalıdır. Artıq şagird burada emosional davranmalı deyil. Mən zəif bal yığdım, məndən öyrənən olmaz deyə kənara çəkilməli deyil. Şagird emosiyalarını idarə etməlidir və artıq o iş rejiminə, o planını dəyişməlidir. Uyğunlaşma nədir? Yəni, alınan rəylər və dəyişən şərtlər əsasında istifadə edilən strategiyaları uyğunlaşdırır. Artıq şagird sınağa gedib, görür ki, onun nəticəsi aşağıdır. Özünü inkişaf etdirmək üçün özünə daha çox vaxt ayırır, daha çox məşğul olur. Yəni, dəyişən şərtlər əsasında strategiyaları uyğunlaşdırır. Bax, bu uyğunlaşmadır. Özünü qiymətləndirmə nədir bəs? Özünü qiymətləndirmə. Özünü qiymətləndirmə, özünün fəaliyyəti və ya öyrənməsi haqqında mühakimə yürütmək və ya qiymətləndirmək. Özünü qiymətləndirmənin də iki komponenti var. Qiymətləndirmə, refleksiya. Demək ki, qiymətləndirmə nədir? Şagird işinin və ya öyrənmənin keyfiyyəti haqqında mühakimə yürüdür. Yəni, mən nəyi necə öyrəndim? Yəni, özü üçün mühakimə yürüdür, özünü qiymətləndirir. Refleksiya nədir? Şagird nə öyrəndiyi və necə öyrəndiyi, həmçinin nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Yəni, şagird davamlı olaraq öz fəaliyyətini izləyir və öz fəaliyyəti haqqında harda zəif hissəm var, harda güclüyəm, o zəifləri müəyyən edir, özünə tənqidi yanaşır, daha da səylə çalışır və özünü refleksiyada budur. Demək, biz danışdıq metakognitiv bacarıqların formalaşdırılmasından. Bir daha təkrar eləyək. Metakognitiv bacarıqların 3 növü var. Özünü monitoring, özünü tənzimləmə, özünü qiymətləndirmə. Baxın, öz sözü var burada. Yəni, bu şagirdin birbaşa özünə aid olan bacarıqlardır. Özünü monitoring edə 3 əsas komponent var. Şagird özünü monitoring edəndə, özünü yoxlayanda birinci müşahidə edir, agah olur, sonra rəy. Rəy əsasında da şagird özünü monitoring edə bilir. Başqasının fikrinə əsasən özünü müşahidə edir. Özünü tənzimləmə, yəni özünü nizamlama. Bunlara nələr daxildir? Hansı komponentləri var? Məqsədin müəyyən edilməsi, planlaşdırma, emosiyaların idarə olunması, uyğunlaşma. Özünü qiymətləndirmənin də əsas komponentləri bunlardır. Qiymətləndirmə, refleksiya. Hər biri haqqında da məlumat verdik. İndi metakognitiv bacarıqların formalaşdırılmasına aid testlərə baxaq. Demək, metakognitiv bacarıqların formalaşdırılmasına aid testlərə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq istəyir bizdən. Doğrudan doğrunu götürürük, yanlışdan yanlışı. Şagird öz fəaliyyətini müşahidə etdikdə daha yaxşı nəticə əldə etmək üçün informasiya ala bilər. Bəli, doğrudur. Şagird öz fəaliyyətini müşahidə etdikdə daha yaxşı nəticə almaq üçün informasiya ala bilər. Bu doğrudur. İkinciyə keçirik. Şagird öz fəaliyyəti ilə bağlı rəy aldıqda fəaliyyətində diqqət yetirmədiyi məqamları aydın görə bilir. Bəli, bu da doğrudur. Ola bilsin ki, şagird hər hansı bir şagirdin çatışmayan hərəkəti var, səhvi var. Şagird onu görə bilmir. Başqasından rəy aldıqda onu müşahidə edir. Demək, bu da doğrudur. Yanlışa keçirik.
Planlaşdırılan fəaliyyət bir çox hallarda ona görə uğurlu olur ki, bu zaman atılan addımlar effektiv şəkildə istiqamətlendirilir. Bəli, bu da doğrudur, yanlış da 3 də doğrudur. Biz doğrunu, yanlışda olan doğruları götürmürük. Emosiyaları tanımaq və idarə etmək bacarığı şagirdə sosial həyatda faydalıdır. Bəli, şagird emosiyalarını nə qədər yaxşı idarə etsə, sosial həyatda bu onun üçün faydalıdır. Demək, cavab variantı olaraq biz yalnız doğrudan doğruları götürürük. Çünki yanlışda yanlış yoxdur. 1, 2 cavab variantı C. Daha sonra şagirdə verilmiş sual nümunələrindən hansı onlarda metakognitiv bacarıqların inkişafını təşviq etmir? A. Qarşılaşdığın problemi səmərəli yol ilə həll etmək üçün hansı üsullardan istifadə edirsən? Deməli, bu sual şagirddə metakognitiv bacarıqları inkişaf etdirə bilir. Amma bizdən soruşur ki, metakognitiv bacarıqları inkişaf etdirməsin. Yəni, metakognitiv bacarıqların inkişafı yox, təşviq etmir. Yəni, metakognitiv bacarıq yoxdur o şagirddə. O hansı cavabdır? Öyrənmə prosesinə nəzarət etmək üçün gedişatda hansı amillərə diqqət yetirirsən? Burada da bu sualı verdikdə şagirdə metakognitiv bacarığın inkişafı yarana bilər. Bunu da götürmürük. C. Yoldaşlarının diskusiyada iştirakının onların inkişafında rolunu necə dəyərləndirirsən? Demək, burada yoldaşlarının diskusiyada iştirakının onların inkişafında rolunu necə dəyərləndirsən? Bu şagirdin öz bacarığı deyil. Yəni, tamamilə fərqlidir. Elə cavab da C variantıdır. Yeni məlumatları öyrənmək üçün fəaliyyətində hansı tənzimləmələri edirsən? Bu sualda metakognitiv bacarıqların inkişafına təşviq yaradır. Ona görə bunu götürmürük. Hər hansı bir fəaliyyət zamanı nəyi bilib, bilmədiyini necə müəyyənləşdirirsən? Bəli, bu da metakognitiv bacarığın inkişafına zəmin yarada bilər. Üçüncü test oxuyuruq. Şagird özü ilə bağlı qeydlər aparmaq üçün gündəlik tutur. Onun qeyd etdiyi hansı məlumat metakognitiv bacarıqla əlaqəli olmaz? A. Tapşırıqları yerinə yetirmək üçün xüsusi vaxt intervalı müəyyən edir. Xüsusi vaxt intervalı müəyyən edirsə, artıq şagird özü üçün bir strategiya qurub. Bunun metakognitiv bacarığı var. Bizə də lazımdır ki, metakognitiv bacarıqla əlaqəli olmasın. A-nı götürmürük. Anladığı və araşdırmağa ehtiyac duyduğu anlayışların siyahısı tərtib edir. Bəli, anladığı və araşdırmağa ehtiyac duyduğu anlayışların siyahısını tərtib edir. Bu da metakognitiv bacarığa aiddir. Bunu da götürmürük. Qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün lazımi mənbələri müəyyən edir. Bu da metakognitiv bacarığın inkişafına səbəb olur. İstifadə etdiyi strategiyaları effektivliyinə görə qruplaşdırır. İstifadə etdiyi strategiyaları effektivliyinə görə qruplaşdırır. Bu da metakognitiv bacarıqla əlaqəlidir. Təlimata əsasən terminləri qruplaşdırır. Təlimata əsasən. Burada bir təlimat var, ona əsasən terminləri qruplaşdırır. Bu metakognitiv bacarıqla əlaqəli deyil. Cavab Y variantı. 4-ə baxırıq. Uyğunluq gözlənilmişdir. Özünü qiymətləndirmə, şagirdin tapşırıqların icrası zamanı hərəkətlərini, davranışlarını və idraki proseslərini nəzarətdə saxlamasını əhatə edir. Deməli, özünü qiymətləndirmə deyir. Özünü qiymətləndirmə. Amma bu, özünü qiymətləndirmə deyil, özünü tənzimləmədir. Bu yanlışdır. Deməli, yanlışa da yanlış yazılıb. Burada uyğunluq gözlənilib.
Şagird fəaliyyəti barədə yalnız müəllimdən rəy ala bilər. Çünki bu mərhələdə mütləq daha təcrübəli bir şəxs tərəfindən məlumatla təmin olunmaqdır. Qarşısına doğru yazılıb. Müəllim, deməli şagird yalnız müəllimdən rəy ala bilər deyə bir şey yoxdur. Şagird sinif yoldaşlarından da, başqasından da rəy ala bilər. Bu yanlışdır. Deməli burada da burada uyğunluq gözlənilməyib, bunu götürmürük. Daha sonra özünü tənzimləmə, özünü idarə etmə şagirddən məqsədə çatmaq üçün emosiyalarının, şuurunun fərqində olmasını tələb edir. Bəli, bu doğrudur. Amma doğruya yanlış yazılıb. Bizdən də uyğunluq istəyir. Deməli, biri götürürük, bir uyğundur. Daha sonra biri götürürük. 4 oxuyaq. Şagirdin özünü tənzimləməsi fəaliyyətinin müşahidəsi və bu barədə onun məlumatlandırılması ilə sıx bağlıdır. Şagirdin özünü tənzimləməsi fəaliyyətinin müşahidəsi və bu barədə onun məlumatlandırılması ilə sıx bağlıdır. Bəli, bu doğru fikirdir. Uyğunluq deməli 1, 4. Cavab variantı Y. 5-i oxuyuruq. Müəllim bölmənin sonunda fərdi iş formasından istifadə edərək şagirdlərə özünü qiymətləndirmək üçün iş vərəqləri paylayır. Onlara bölmə ərzindəki fəaliyyətləri haqqında dəyərləndirmə aparmalarını tapşırır. Verilmiş situasiyaya əsasən hansı fikir yanlışdır? A. Şagirdlər növbəti bölmə üçün istifadə edəcəkləri strategiyaları müəyyənləşdirmək imkanı əldə edəcəklər. Bizə yanlış olanı soruşur. Bəli, bu doğrudur. Strategiyaları müəyyənləşdirmək. Bu doğrudur. Burada metakognitiv bacarıq var. B variantı, şagirdlər onlar üçün hansı mövzuların çətin, hansıların daha maraqlı olduğunu müəyyənləşdirəcək. Bu da metakognitiv bacarığa aiddir. Müəllimin şagirdləri qiymətləndirmə prosesinə cəlb etməsi ona şagirdlər haqqında obyektiv məlumat əldə etməsinə imkan verəcək. Doğrudur. Burada da metakognitiv bacarıq var. Daha sonra qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradır. Xeyr, bu uyğun deyil. Çünki burada iş vərəqlərini müəllim paylayanda şagirdlərə özünü qiymətləndirmək üçün bu iş vərəqlərini paylayıb. Bəs D variantına nə deyir? Qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradır. Yoldaş rəyi, yoldaşının müsbət rəyi, konstruktiv rəyindən söhbət getmir situasiyada. Şagirdin özünü dəyərləndirməsindən, özünü qiymətləndirməsindən söhbət gedir. Cavab D variantıdır. Yeni də oxuyaq. Şagirdlər bu fəaliyyətə cəlb edilməklə çətinlik çəkdikləri məqamları müəyyən edib, dərslərinin təşkili ilə bağlı müəllimə təkliflər edə bilərlər. Bəli, bu da doğrudur. Metakognitiv bacarıq var. Dərsimiz bu qədər müəllimlər. Növbəti dərslərdə görüşənədək.